Gününüz nura boyansın. Çox hörmətli ANSMB televiziyasının izləyiciləri. Sizlərlə ANSMB tribunası verilişinin günün icmalı rubrikasındayıq. Hazırda Azəri Neytral Sərt Millətsevərlər Birliyinin ideoloji katibi Sərraf Azəri bəy mikrofon önündədir. Hörmətli izləyicilər, sizləri gün ərzində dünyada baş vermiş ən mühüm, aktual siyasi hadisələr barədə məlumatlarla tanış eləyəcəm. Beləliklə ilk xəbərimiz NBC News kanalından gəlib. NBC News kanalına müsahibəsində Donald Trump gözlənilmədən öz planlarını açıqlayıb. O bildirib ki, prezident vəzifəsinə 3 dəfə seçilmək barədə düşünmür və 4 il işlədikdən sonra estafeti gənc nəslə ötürəcək. 47-ci prezident həmçinin qeyd edib ki, 2028-ci ilə aid üzərində şəkli olan kepkalar satılsa da, ona 8 il yüksək vəzifədə olmaq kifayət eləyir. Donald Trump estafeti konkret hansı şəxslərə ötürə biləcəyini də söyləyib. Onlar hazırki dövlət katibi Marco Rubio və vitse-prezident J.D. Vance'dir. Amerika Birləşmiş Ştatlarının Ukrayna səmasının müdafiəsində dayanacağı barədə məlumat yayılıb və onun əvvəllər İsraildə yerləşdirilmiş daha bir Patriot zenit raket kompleksini Ukraynaya verəcəyi bildirilib. Qeyd eləyək ki, həmin kompleks İsrailin istismarından çıxarılaraq təmir üçün Amerika Birləşmiş Ştatlarına göndərilib və təmir bitdikdən sonra istifadə olunmaq üçün Ukraynanın ixtiyarına veriləcək. Məlumat üçün bildirək ki, Amerika Birləşmiş Ştatları hazırda öz Patriot komplekslərindən birini Ukraynaya versin deyə Yunanistana da təzyiq göstərir. Xatırladaq ki, əvvəl Almaniyada öz zenit raket komplekslərindən 3-ünü Ukraynaya vermişdi. Bütün bunları ümumiləşdirərək hesablasaq, Ukraynanın cəmi 10 Patriot zenit raket kompleksi ola bilər ki, onları da zərbə altında qalmaq təhlükəsi təhdid eləyir. Növbəti xəbərimiz, hörmətli izləyicilərimiz, Türkiyə ilə bağlıdır, onu təqdim eləyirəm. Türkiyədə siyasi böhran get-gedə böyüyür. Mayın 4-də ölkənin ən böyük müxalifət partiyalarından birinin rəhbəri Özgür Özələ yumruqla hücum edilib. Qeyd eləyək ki, hadisə onlarla şahidin gözü qarşısında baş verib. Hücum edən şəxsin kimliyi müəyyən edilib. O, əvvəllər öz uşaqlarını öldürdüyünə, o cümlədən soyğunçuluğa və digər cinayətlərə görə ömürlük həbs cəzasına məhkum edilmiş. Lakin 2020-ci ildə şərti azadlığa buraxılmış şəxsdir. Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz bəyan eləyib ki, bu heç də bir nəfərə yox, bütün Türkiyə demokratiyasına vurulan zərbədir. Baş vermiş cinayət hadisəsi üzrə araşdırmalara başlanılıb və prezident Rəcəb Tayyib Ərdoğan Özgür Özələ şəxsən zəng vuraraq ondan hal-əhval tutub. Ancaq kontekst hər şeyi dəyişdirir. Belə ki, Ərdoğan özü bir ay əvvəl məhkəməyə müraciət eləyərək Özgür Özəli onun şərəf və ləyaqətini alçatmaqda təqsirləndirmişdi. Hörmətli izləyicilər, gün ərzində baş verən daha bir hadisə Böyük Britaniyaya aiddir və Böyük Britaniyadan məlumat almışıq, onu təqdim eləyirəm. Böyük Britaniyada hayküylü həbslərə başlanılıb. İngilis polisi terror aktları hazırlamaqda şübhəli bilinən 7 İran vətəndaşını saxlayıb. Bununla yanaşı, həm də antiterror əməliyyatlar həyata keçirən strukturların apardıqları 2 paralel təhqiqatdan söhbət gedir. Belə ki, birinci cinayət işi İngiltərədə konkret obyektə potensial hücum təhlükəsi törədən cinayətkarlara aiddir ki, onlardan 5-i artıq həbs edilib və sonuncunun vətəndaşlığı dəqiqləşdirilir. İkinci cinayət işinin təhqiqatı isə London polisinin əks terror idarəsinin nəzarəti altındadır. Qeyd eləyək ki, ikinci cinayət işinin təhqiqatında casusluq və xarici müdaxilənin müşayiəti ilə baş verə biləcək
dövlət təhlükəsizliyi əleyhinə terrordan söhbət gedir. Bu cinayət işi ilə əlaqədar artıq 3 nəfər həbs edilib ki, onların hər üçü İran vətəndaşlarıdır. Növbəti bir məlumatımız gün ərzində baş verən hadisələrlə bağlı təbii ki, Litva-Belarusiya sərhədinə aiddir. Onu da təqdim edirəm, hörmətli izləyicilər. Beləliklə, Litva-Belarusiya sərhəddində ağla gəlməz hadisə baş verib. Belə ki, sürətlə hərəkət edən taksi sərhəd məftillərinə çırpılaraq sərhəddi zədələyib. Müəyyən edilib ki, avtomobilin sükanı arxasında sərxoş Litva vətəndaşı olub. Daha bir xəbərimiz Livanla bağlıdır. İndi onu təqdim edirəm. Demək olar ki, düz 10 ildən sonra dünən Livan vətəndaşları seçki məntəqələrinə getdilər ki, yerli özünü idarə etmə orqanlarına seçiləcək şəxslərə səs versinlər. Bu, İsrailin Hizbullah şiə qruplaşmasına qarşı həyata keçirdiyi hərbi əməliyyatların yekununda atəşkəs əldə edildikdən sonra reallaşdırılan ilk seçkidir. Yəqin ki, İsrail və Hizbullah arasındakı 14 aylıq müharibə bazar günü keçirilmiş seçkilərin nəticələrinin həlledici amili olacaqdır. Qeyd edək ki, seçkilər Hizbullahın baş qərargahının olduğu Beyrutun cənub şəhərciklərindən birində başlayıb. Seçiləcək merlərin və yerli özünü idarə etmə şuralarının tərkibinin ölkənin siyasətçilərinə və partiyalarına müharibənin nə qədər təsir etdiyini göstərəcək barometrin olacağı gözlənilir. Proqnozlaşdırılır ki, Livanın keçən il Həsən qruplaşmasının lideri Nəsrullahın İsrail aviasiyasının açdığı atəş nəticəsində öldürüldüyü rayonda Şiə partiyası Hizbullah və Şiə Hərəkat partiyası Amal səslərin əksəriyyətini qazanacaq. Daha bir məlumatımız var, hörmətli izləyicilər. Gün ərzində aktual olan hadisələrdən biri barədə indi onu təqdim edirik. Bu, İsrail ilə bağlıdır. Dünən İsraildə səhər-səhər həyəcan siqnalı verilib. İsrail radiolokasiya qurğusunun Amerikan TAAT sisteminin cəhdlərinə baxmayaraq, Yəməndən ölkənin Ben Gurion hava limanına buraxılan raketin qarşısını almaq mümkün olmayıb. Raket düz hava limanının ortasına düşüb. İsrailin Kanal 12 televiziyasının məlumatına görə, raket 4 əks hava hücumundan müdafiə sistemini keçərək ölkənin ən böyük hava limanını iflic eləyib. Bu zərbənin nəticəsində 8 nəfərin zərər çəkdiyi bildirilir. Məlumata görə, eyni anda İsrailin 400 yaşayış məntəqəsindən milyonlarla insan sığınacaqda gizlənməli olub. Ölkənin kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, İsrailin Təhlükəsizlik Xidmətinin rəhbərləri raketin öz hədəfinə çata bilməsindən çox narahat olublar. Qeyd eləyək ki, hadisə nəticəsində Ben Gurion hava limanına enməli olan Hindistanın Air India şirkətinə məxsus təyyarə havada bir qədər dövrə vurduqdan sonra Hindistana geri qayıtmalı olub. Limana enməli olan digər təyyarələr də havada dövrə vurublar. Baş vermiş hadisə Kipr prezidenti Nikos Christodoulidisin İsrailə uçuşunun da saxlanılmasına səbəb olub. Reyslərin təxirə salınması və saxlanılması dalğası davam eləyir. Yeni Avropa qəzetindən də məlumat əldə eləmişik, hörmətli izləyicilərimiz. Bu xəbər Çeçenistandan bağlıdır, onu təqdim eləyirəm. Yeni Avropa qəzetinin əldə etdiyi eksklüziv məlumata görə, Çeçenistan rəhbəri Ramzan Kadyrov çətin sağalan pankiyonekroz xəstəliyinə tutulub. O, gecələr həyat yoldaşı Mədinə Kadyrovaya məxsus Aymed klinikasında həkimlərin nəzarəti altında qalır. Hazırda Çeçenistan lideri paytaxt Grozny istisna olmaqla ölkənin digər bölgələrində yalnız sanitar helikopteri vasitəsilə gəzir. Ramzan Kadyrovun səlahiyyətlərini isə faktik olaraq Çeçenistan Respublikası hökumətinin sədri Magomed Daudov həyata keçirir.
Növbəti bir məlumatımız qonşu İranla bağlıdır, hörmətli izləyicilərimiz. İndi onu təqdim edirəm. İran International nəşrinin verdiyi məlumata görə, eyni vaxtda İranın cənubunda yerləşən 2 müəssisədə yanğın baş verib. Əvvəl müntəzir Qaim elektrik stansiyası yanıb. Yerli sakinlər bildiriblər ki, yanğından əvvəl partlayış və təyyarə səsləri eşidiblər. Bir neçə rayonun elektrik təchizatı kəsilib. Yanğın xidmətindənsə bildirilib ki, hadisəyə səbəb elektrik stansiyasının yaxınlığındakı zibil kütləsinin alışması olub və külək onun miqyasını genişləndirib. Daha bir yanğın isə Nəzərabad şəhərindəki karton fabrikində baş verib. Ancaq onun təfərrüatları barədə hələ ki məlumat yoxdur. Qeyd eləyək ki, məlumata görə yanğın baş verən zaman ölkədə 4 bal gücündə zəlzələ də olub. Bu barədə İranın Seysmoloji Xidmət Mərkəzi xəbər verib. Növbəti sonuncu xəbərimiz isə təbii ki, deməli, yenə də yaxın məkanla bağlıdır, MDB məkanı ilə bağlıdır. Belə ki, Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrovun bir səfərindən söhbət gedir. Bu informasiyanı təqdim edirik. Beləliklə, Dominikan Respublikasında səfərdə olan Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov media nümayəndələri qarşısına çıxaraq bildirib ki, onun Dominikan Respublikasının Xarici İşlər Naziri Roberto Alvarez ilə görüşü məhsuldar olub və qarşılıqlı etimad şəraitində keçib. Sergey Lavrov söyləyib ki, Dominikan Respublikası və Rusiya arasındakı diplomatik münasibətlərin 80 illik tarixində ilk dəfədir ki, Rusiyanın Xarici İşlər Naziri bu ölkəyə səfər eləyir. Sergey Lavrov həmçinin qeyd edib ki, onun bu səfəri həm də ölkənin paytaxtı Santo Domingo şəhərində Rusiya Federasiyasının səfirliyinin açılması ilə əlamətdar olub. Sergey Lavrov mətbuat konfransı zamanı onu da xatırladıb ki, Rusiya Federasiyasının Dominikan Respublikasındakı səfiri Aleksey Viktoroviç Seredin artıq bir neçə həftədir ki, özünün çox da böyük olmayan işgüzar və mehriban kollektivi ilə burada çalışır. Hörmətli izləyicilər, ANSMB televiziyasının ANSMB tribunası verilişinin günün icmalı rubrikasında görüşümüz sona yetdi. Növbəti verilişlərdə görüşənədək hələlik sağ olun, salamat qalın.